Kəsirlər bölməsinə uyğun olan belə bir sınağın izahına baxaq. Deməli, ilk sualdan başlayırıq. İlk sualda bizə verilibdir ki, aşağıdakı kəsirlərdən hansı düzgündür, hansı isə düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirlərin qaydası bu cür şəkildədir ki, əgərlərin verilmiş kəsir düzgün kəsirdirsə, həmən kəsirin məxrəci sürətindən böyük olmalıdır. Əgər verilmiş kəsir düzgün olmayan kəsirdirsə, onda ya sürət məxrəcidən böyük olmuş olur, ya da ki, sürətlə məxrəcin qiymətləri bir-birinə bərabər olmuş olur. Məsələn, A variantına baxsaq, 8-də 3 məxrəc sürətdən böyükdür. Ona görə A variantındakı kəsir olacaq necə kəsir? Düzgün kəsir. B variantında 7-də 11 sürət məxrəcdən böyükdür. Sürət məxrəcdən böyükdürsə, onda olacaq düzgün olmayan kəsir. C variantına 5-də 5 verilibdir. Sürətlə məxrəc bir-birinə bərabərdir. Sürətlə məxrəc bir-birinə bərabərsə, C variantı olacaq düzgün olmayan kəsir. D variantında isə bizə verilibdir 10-da 9. Məxrəc sürətdən böyükdür. Məxrəc sürətdən böyükdürsə, ona görə olacaq düzgün kəsir. Deməli, A və D variantındakı kəsirlər düzgün kəsirlərdir. B və C variantındakı kəsirlər isə düzgün olmayan kəsirlərdir. Bu oldu deməli birinci sualımızın cavabı. Gələk ikinci suala. Bizə kəsir verilibdir 5-də 17. Deyir, bu kəsiri qarşı ədədə çevir. Birincisi, baxıram ki, kəsir düzgün olmayan kəsirdir. Çünki sürəti məxrəcindən böyükdür. Düzgün olmayan kəsiri qarşı ədədə necə çevirirəm? Düzgün olmayan kəsiri qarşı ədədə çevirən zaman sürəti məxrəcə bölürük. Sürəti məxrəcə bölən zamanı tam bölünmürsə, onda deməli bizdə qalıq qalır. Hansı ki, tam bölünmə zamanı qalıq qalmırdı. Onda məsələn, tutaq ki, burada 15 bölünsün 5 olsaydı, ona birbaşa 3 yazacaqdım cavabımı. Amma burada qalıq qalırsa, deməli kəsr hissədə yaranmış olacaq. 17-ni 5-ə bölürəm. 17-nin içərisində 5 neçə dənə var? 3 dənə var da. Deməli, tam hissəyə qeyd edirəm 3-ü. Məxrəc olduğu kimi qalır 5. Sürətdə bəs nəyə qeyd edirəm? Sürətdə qalığı qeyd edirəm. 3-ü 5-ə vuranda 15 eləyir. 17-dən də 15-i çıxanda qalığım nə qalır? 2 qalır. Bax, bu 2 qalığı da sürətdə qeyd edirəm. Deməli, cavabım nəyə bərabər olur? 3/5 2-yə bərabər olur. Deməli, 5-də 17 kəsiri qarşı ədəd kimi 3/5 2-yə bərabərdir. Üçüncü çalışmada isə bunu bizə tərsin verir. Deyir, qarşı ədədə düzgün olmayan kəsiri çevir. Qarşı ədədə düzgün olmayan kəsiri çevirən zamanı məxrəc olduğu kimi qalır. Yəni, 4-də olduğu kimi saxlayacaq məxrəcdə. Sürəti tapan zamanı tam hissənin qiymətini vururuq məxrəcə. Yəni, 2-nin qiymətini vuracaq 4-ə. Olacaq 8-ə bərabər və sürətin qiyməti 3-ü üzərinə gələcək. 8-in üzərinə də 3-ü gələndə olacaq nəyə bərabər? 11-ə bərabər. Deməli, 2/4-də 3 düzgün olmayan kəsir kimi 4-də 11-ə bərabərdir. Gəlik 4-cü suala. Deyir, aşağıdakı kəsirlərdən hansıları birdən böyükdür? Məsələn, A variantına baxırıq. 9-da 7. Kəsir xətti bizə həmçinin bölməni göstərdi. 7-ni 9-a böləndə axı içərisində 0 dəfədir, heç bir dəfə də yoxdur. Amma B variantında kəsir xətti bölməni göstərir. Biz də 12-ni 5-ə bölən zaman 12-nin içərisində 5 neçə dəfə var? 2 dəfə var da. Deməli, bu birdən böyük ədəddir. Deməli, B variantı birdən böyük olacaq. C variantına da baxaq. C variantında 15-i 14-ə böləndə yenə 15-in içərisində 14 bir dəfə var və məxrəclə işimiz yoxdur. Məxrəc olduğu kimi qalır. Qalığımız da nədir? 1-i 14-ə vuranda 14 eləyir. 15-dən də 14-ü çıxanda nə alınır? 1 alınır. Bu da 1/14-ə bərabər. Deməli, bunun özü də birdən böyük ədəddir. Deməli, C variantı da birdən böyükdür. Deməli, 4-cü suala cavabımız olacaq hansı variantlar? B və C variantları. Gəlirik indi 5-ci suala. 5-ci sualda bizə qeyd olunub ki, verilmiş 2 dənə qarşı ədədi toplayın. Qarşı ədədləri toplayan zamanı tam hissələri 1 toplayırıq, kəsir hissələri də 1 toplayırıq. 5-də 2 ilə 5-də 1-i toplayanda alınacaq deməli 5-də 3-ə bərabər olan kəsirimiz. Tam hissələri 1 toplayanda isə 3 tamla 1 tamı toplayanda alınacaq nəyə bərabər? 4 tama bərabər. Deməli, 3/5-də 2 ilə 1/5-də 1-in cavabı 4/5-də 3-ə bərabərdir. Fərqi tapanda isə tam hissələri yenə 1 çıxacaq, kəsir hissələri 1 çıxacaq. 8-də 3-dən 8-də 1-i çıxanda qalacaq deməli 8-də 2. 4 tamla da 2 tamı çıxanda qalacaq deməli 2 tam.
İndi 8-də 2-yi baxıram ki, sürətlə məxrəc ikisi də 2-yə bölünür. Yəni 2-yə ixtisar gedir. Onda 2-yə ixtisar eləyəcəm. Tam hissə olduğu kimi qalır. 8-i 2-yə böləndə 4 olacaq. 2-ni 2-yə böləndə 1 olacaq. Deməli, cavabım onda bərabər olacaq nəyə? 2/4-də 1-ə. Verilmiş kəsirlərdə ixtisar varsa, siz mütləq ki, ixtisar eləməlisiniz. İxtisar eləməsəz, cavabınız düzgün sayılmır. Deməli, 6-cı sualda da cavabımız nəyə bərabər oldu? 2/4-də 1-ə bərabər oldu. Gəlirik 7-ci suala. 7-ci sual bir növ 3-cü suala oxşuyur. 7-ci sualda deyir ki, 2/6-da 5-i adi kəsrə çevir. Bayaq dedik ki, necə çeviririk? Məxrəc, yəni 6 olduğu kimi qalacaq. Sürət tapan zaman tam hissəni vururuq məxrəcə, yəni 2-ni vururuq 6-ya, 12. Üzərinə də gəlirdik sürətin qiymətinin 5-i, olacaq deməli 17. Deməli, cavabımız bərabər olacaq nəyə? 6-da 17-yə. 8-ci sual. 8-ci sualda bizə deyilir ki, kəsirlərin hasilini tapın. Əgər 2 dənə kəsirin hasilini tapıramsa, məxrəclərin qiymətlərini vuracam məxrəcdə yazacam. Yəni 5-i 9-a vuracam, 45 yazacam məxrəcdə. Sürətlərin də qiymətini vurub sürətdə yazacam. 3-ü 10-a vuracam, olacaq nəyə bərabər? 30-a bərabər. İndi baxıram ki, 45-də 30 kəsiri ixtisar gedir. Nəyə ixtisar gedəcək? Baxıram ki, ikisi də 15-ə bölünür. 30-u 15-ə böləcək 2, 45-də 15-ə böləcək 3. Deməli, cavabımız nəyə bərabər olacaq? 3 də 2-yə bərabər olacaq. Yəni, bu sualda da ixtisar olunma halı varsa, mütləq ki, ixtisar eləməlisiniz. İxtisar eləməsəz, cavabınız düzgün sayılmayacaq. Gəlirik 9-a. Deyir ki, bir çörəyin üstdəki hissəsini Aysə eləyibdir. Onun da 4/1 hissəsini qardaşı yeyibdir. Çörəyin deyir, hansı hissəsini qardaşı yemişdir. Bax, çörək nə qədərdir bilmirik. Onun 3/2 hissəsi yeyilibdir. Hər hansısa bir ədədin 3/2 hissəsini tapan zaman neyinirik? Həmin ədədi 2-yə vururuq, bölürük deməli nəyə? 3-ə. İndi təzədən deyir ki, həmən bu 3/2 hissənin də 4/1 hissəsini qardaşı yeyibdir. Bunun 4/1 hissəsini tapana nə edəcəm? Vuracam 1-ə, böləcəyik deməli nəyə? 4-ə. Deməli, bizdə nə alınır? 2 dənə kəsirin hasili alınır. 3-ü 4-ə vururuq, 12. Məxrəcə yazırıq 12-ni. 2-ni 1-ə vururuq, 2. Sürətdə yazırıq 2-ni. 12-də 2, ikisi də 2-yə ixtisar gedir. Qalacaq məxrəcə 6, sürətdə 1. Deməli, cavabımız nəyə bərabər olacaq? 6 da 1-ə bərabər olmuş olacaq. Gəlirik deməli 10-cu suala. 10-cu sualda bizə qarışıq ədədlə adi kəsirin hasili verilibdir. Bu ikisinin hasilini tapmaq üçün ən sadə yol qarışıq ədədi adi kəsirə çeviririk, sonra bunların hasilini tapırıq. 2/3-də 1-i adi kəsirə çevirən zamanı məxrəc olduğu kimi qalacaq. 2-nin 3-ə hasili 6, üstünə 1 gəlirik 7. Deməli, adi kəsirə çevirəndə oldu nə? 3-də 7. Vurulsun. 7-də 3-ə hasili. Deməli, bunların da hasilini tapan zaman yenə nə edirdik? Məxrəclərə vuracağıq məxrəcdə, sürətləri vurub sürətdə yazacağıq. 3-ün 7-yə hasili 21, məxrəcdə yazacağıq 21-i. 7-nin 3-ə hasili yenə 21, sürətdə yazacağıq 21-i. Kəsir xəttdə bölməni göstərdik. 21-i 21-ə böləndə də cavabımız nəyə bərabər olacaq? 1-ə bərabər olmuş olacaq. Deməli, 2/3-də 1-nə 7-də 3 necə ədədlərdir? Qarşılıqlı tərs ədədlərdir. Niyə görə? Çünki hasilləri 1-ə bərabərdir. Biz demişik ki, 2 dənə ədədin hasili 1-ə bərabərsə, deməli, onlar necə ədədlərdir? Qarşılıqlı tərs ədədlərdir. Deməli, 10-cu sualında cavabı nəyə bərabər oldu? 1-ə bərabər olmuş oldu. Gəlir 11-ci suala. İndi 11-ci sualda baxırıq ki, bizə nə verilibdir? 2 dənə kəsirin bölünməsi verilibdir. Biz də deyirdik ki, 2 dənə kəsirin bölünməsini yerinə yetirən zamanı əgərləri, deməli, işimizi sadələşdirmək istəyiriksə, nə etməliyik? Birinci kəsiri olduğu kimi saxlamalıyıq. İkinci kəsirin sürətlə məxrəcin yerini dəyişməklə onu vurma əməlinə çevirməliyik. Yəni, burada 6-da 5 olduğu kimi qalacaq. Vurma əməlinə keçid edirik və 3-də 1 kəsiri tərsinə çevirəcək. Olacaq deməli 3 bölünsün bir şəklinə, yəni 1-də 3 şəklində. Bu 2 dənə kəsirin də hasilini necə tapırdıq? Məxrəcləri yenə 1 vururuq, məxrəcdə yazırıq. Sürətləri 1 vururuq, sürətdə yazırıq. İndi baxıram ki, 6 ilə 15 ikisi də 3-ə ixtisar gedir, yəni 3-ə bölünür. Onda olacaq deməli burada 5, burada nə qalacaq? 2 qalacaq. Baxıram ki, 2-də 5 kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdirsə bunu qarışıq ədədə çevirə bilərəm. 5-in içərisində 2, 2 dəfədir. Tam hissə yazıram 2-ni. Məxrəc olduğu kimi qalır. Sürətdə yazırdım nəyi? Qalığı. İndi 2-nin 2-yə hasili 4 edir. 5-dən 4-ü çıxana nə qalır? 1 qalığım qalır. Deməli, 11-ci sualda onda cavabı nəyə bərabər olacaq? 2/2-də 1-ə və yaxud da ki, 2-də 5-ə. Gəlirik deməli 12-ci suala.
12-ci sualda da yenə bizə bölmə əməli verilibdir. Amma baxıram ki, bölmə əməlində biri qarşılıq ədəddir, biri isə adi kəsirdir. Birincisi, mən qarşı ədədi çevirəcəm adi kəsirə. Birinci 1/2-də 1-i çevirirəm adi kəsirə. Olacaq nəyə bərabər? Məxrəc olduğu kimi qalır 2. Sürət tapanda 1-in 2-yə hasili 2. 2-nin üstünə 1 gəlir. Olacaq nəyə bərabər? 3-ə bərabər. Deməli, 1/2-də 1 nəyə bərabərdir? 2-də 3-ə bərabərdir. Artıq çevirməni yerinə yetirdiyimizə görə bölmə əməlini yerinə yetirə bilərik. Olacaq deməli, bölmə əməlimiz necə? 2-də 3 bölünsün deməli 4-də 3 şəklində. Bayaqlarım dedik ki, bölmə əməlini vurma əməlinə gətiririk. Necə gətirirdik? Birinci kəsirimiz olduğu kimi qalır. İkincinin vurma əməlinə keçid edəndə ikincinin sürətlə məxrəcin yeri dəyişir. 2-nin 3-ə hasilində bizə nəyi verəcək? 6-nı verəcək. 3-ün 4-ə hasili bizə nəyi verəcək? 12-ni verəcək. Biz də demişik ki, kəsir xətti bölməni göstərir. Ona görə də 12-nin də 6-ya bölünməsi bizə nəyi verəcək? 2-ni verəcək. Deməli, 12-ci sualda da cavabımız nəyə bərabər olacaq? 2-yə bərabər olmuş olacaq. Bu da oldu bizim deməli 13-cü sualımızın həlli. Keçid edirik 13-cü suala. 13-cü sualda bizə verilir ki, uzunluğu 8-də 5 metr olan ipdən hər biri 12-də 1 metr olan neçə dənə parça kəsmək olar? Deməli, biz nəyi axtarırıq? Biz axtarırıq ki, 6-da 5-in içərisində nə qədər 12-də 1 var? Bax, sualı bir də təkrarlayırıq. Bizə deyir ki, 6-da 5 metr olan ipdən hər biri 12-də 1 metr olan neçə parça kəsmək olar? Yəni, mən axtarıram ki, 6-da 5-in içərisində neçə dənə 12-də 1 var? Onda nə edəcəm? 6-da 5-i böləcəm deməli nəyə? 12-də 1-ə. Bölmə əməlini yerinə yetirən zamanda birinci olduğu kimi qalır. İkinci kəsirimizi tərsinə çevirməklə keçirik vurma əməlinə. Olacaq deməli 1-də 12 şəklində. Bəs necə yerinə yetirdik vurmanı? Məxrəcləri 1 vururuq, 6 məxrəcə yazırıq. Sürətləri 1 vururuq, sürətdə yazırıq. Olur deməli 60-a bərabər. Yenə dedik kəsir xətti bölməni göstərir. 60-da 6-ya böldükdə olacaq deməli 10. Deməli 6-da 5-in içərisində 10 dənə 12-də 1 var. Deməli cavabımız bərabər olacaq nəyə? 10-a. Gəlirik deməli 14-cü suala. 14-cü sualda ədədin hissəsinin tapılması qaydasıdır. Bizə deyilir ki, indi 14-cü sualda 360 ədədinin 12-də 5 hissəsini tapın. 360-ın 12-də 5 hissəsini tapıramsa, hər hansı bir ədədin müəyyən bir hissəsini tapan zamanı ədədi deməli verilmiş kəsirin sürətinə vurub məxrəcinə bölmək lazımdır. Yəni 360-ı 5-ə vurub böləcəyik deməli nəyə? 12-yə. Cavabımız da bərabər olacaq deməli nəyə? 150-yə. Deməli, 360 ədədin 12-də 5 hissəsi nəyə bərabər? 150-yə bərabərdir. Yenə təkrarlayıram. Ədədin hissəsini tapan zamanı ədədi sürətə vurub məxrəcə bölmək lazımdır. 15-ci sualda isə bizə deyir ki, bir ədədi 8-də 3-ü 18-ə bərabərdir. Mən bilmirəm ədəd hansı ədəddir. Bunun 8-də 3 hissəsini tapmışam. Ədədi 8-də 3 hissəsini tapıramsa nə edirəm? 3-ə vururam, bölürəm deməli nəyə? 8-ə. Gəlib bərabər olubdur nəyə? 18-ə. Deməli, birincisi, hər hansı bir ədədi 8-ə böləndə 18 edibsə, mən ədədi tapmaq üçün nə edəcəm? 18-i vuracam 8-ə. Deməli, aldığımız cavabda hər hansı bir ədədin 3-ə vurulmasının alıdır. Bəs axtarıram görək nəyi 3-ə vuranda 18 vurur 8 eləyir. Onda aldığım cavabı da deməli böləcəm nəyə? 3-ə. Deməli 15-ci sual isə hissəsinə görə ədədin tapılması qaydasıdır. Bu zaman isə tərsinə ədədi məxrəcə vurub sürətə bölmək lazımdır. Yəni 18-i 8-ə vurub böləcəyik 3-ə. Bu da bizə verəcək deməli nəyi? 48-i. Deməli 48 ədədinin 8-də 3 hissəsi 18-ə bərabərdir. Doğrudan da gəlin 48-in 8-də 3 hissəsini tapaq. Neyniyəcəyik? 48-i 3-ə vuracağıq, böləcəyik deməli nəyə? 8-ə. Bu bizə verəcək 144-ü. 144-ü də 8-ə böləndə doğrudan da 18 alınır. Deməli, ədədin hissəsini tapanda sürətə vurub məxrəcə bölmək lazımdır. Tərsinə, hissəsinə görə ədəd tapan zaman isə məxrəcə vurub sürətə bölmək lazımdır. Bu da 15 sualımızın izahı. Suallarda nə isə aydın olmayan bir məqam olarsa, yorumlarda yazıb soruşa bilərsiniz.